Deyin görüm, hardasınız, görsənmirsiniz. Televizordan demək olar ki, sizi vapşe göstərmirlər. Bu nədir belə? İndiki televiziyaya qaya lazım deyil. Onlar ancaq çıngıl, mıngıl, rakuşka, makuşka göstərirlər. Ah, yaman dedin onu. Yaman. Sən kulçat eləmirsən bu televizoru, filan kəslə boşandı, dam! Filan kəsin nöş söydü, dadam! Filan kəsə nə ismarız yolladı, dam! Biri ayağını kəsdi, biri burnunu uzatdı, biri telefonda 1000 dənə hoqqadan çıxır, sonra deyir, mən dögüm, dadam! Biridir ana olmağa hazırlaşırlar. Rəhmətliyin qızı, doğmaq istəyirsən, get rottoma da. Televizor bəyəm rottomdur. Yoxsa operator ginekoloqdur. Ey ağa Nafiq, o vaxtı bütün müğənnilər səhnəyə səslə gəliblər, səs-küylə yox. O vaxtı bir başqa bir aləm idi, gəldi, getdi.